keyfinə durub yaradıb qoyuş. وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ Biz göyü, yeri ve onların arasında olanları eğlence üçün yaratmamışıq. لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ Eğer biz özümüze eğlence düzeltmek fikrində olsaydıq, onu mütləq öz yanımızda olanlardan hazırlayardıq. Lakin biz bunu etmədik. Allah bizi, məncə, bilmirəm, onu yəni dəqiq deyənmərəm. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Mən də dəqiqliyinə deyə bilmərəm. Allah inanırsınız? Bəli. İnanırsınızsa niyə araşdırmamısınız ki, Allah sizi niyə yaratsın, insan niyə yaratsın və niyə öldürsün? Öldürməyini bilməm, Allah öldürür ya yox. Həyat yaşayırıq ölür. الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan O'dur. O, qüdrətlidir, bağışlayandır. Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə özünün sevdiyi və onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir cəmaat gətirər. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah hər şeyi əhatə edəndir, biləndir.